Salam dostlar. Bu günlərim Kəlbəcərdə, Yanşaq kəndindəyəm, öz kəndimizdə, doğma kəndimizdə. Deməli, buradan su axır. Bu su əvvəl, qoy göstərim, əvvəl bax buradan axırdı, bax buralardan axırdı. İndi onu yol düzəldəndə, onu boru vasitəsilə keçidir və boruya. Bir içməli sudur, bax, qabda da özüm üçün doldurmuşam o tərəfdən. Çox bir maraqlı, möcüzəli bir sudur. O vaxtı o suyu buradan boru vasitəsilə buradan Yelmar əmim, Səbu əmim buradan apardılar bu yolun altı ilə. Onda yol belə enli deyil. Balacaydı yol. Bu yolun altı ilə apardılar. Üzüb o dağın o tərəfini dönəndə Səbu əmigilin evləri idi. Oradan o tərəfə Yelmar əmgilə dərədə olurdu. Yelmar əmgilə. O suyu buradan aparmışlar ora. Qışda da donurdu, eləyirdi. O vaxt payet lampa ilə güya onun hardakı torpağa yaxın hissələrindən istəyirdilər ki, don açılsın. Bugün Allah'ın bugün günə şükür. Allah dövlətimizi qorusun. Şəhidlərimizə min rəhmət. Qazilərimizə can sağlığı versin Allah Teala. Bura Yanşaq dağıdır. Ayaqla gedirik. Belə dostlar. Gördüğünüz kimi yol da enli, qəşəng, yüksək səviyyədə. İnşallah çox gözəl bir kənd olacaq. Göy gürültür, yağış gəlmək istəyir. Ayaqla gedirəm. Bir möhtəşəm hava var burada.